Xəritə sxemdəki təsvir üsulunu müəyyən edin. Təsvir üsulları, keyfiyyət fonu, izoxətlər üsulu, areal üsulu, nöqtələr üsulu, kartoqram, kartodiaqram, izoxətlər, hərəkət xətləri, xəritə sxemləri. Bunlar təsvir üsullarıdır. Burada isə bizə emal edici sənaye verilib və orada olan maşın qarma, neft kimya, dairəvi diaqramdan istifadə olunub. Bu da kartodiaqramdır. Xəritə sxemlə təsvir üsulunu müəyyən edin. Bunlar okean cəryanlarıdır. Bunların istiqamətləri göstərir. Bu soyuq okean cəryanı, bu da isti cəryan. Burada da verilib şərt işarələri. Və bu da hərəkət xətləri olduğu üçün, daha doğrusu izoxətlər üsulunda hərəkət xətləri. Cavab D variantı. Sonra iki fərqli fərqli xəritədə Şuşa ilə Bakı arasında məsafə aşağıdakı sxemdə təsvir olunmuşdur. Təsvir olunur. Buna əsasən hansı fikrin doğru olduğunu müəyyən edin. Şuşa, Bakı, bir də Şuşa, Bakı. Birinci xəritədə Şuşa ilə Bakı arasında məsafə 3 sm. Xəritə məsafə 3 sm-dir. İkinci xəritədə xəritəyə məsafə olub 6 sm. Xəritəyə məsafə neyinib? Böyüyüb. İndi baxaq. Xəritə məsafə böyüyübsə, baxaq variantda. Birinci xəritədə generalizasiya daha kiçikdir. Generalizasiya ümumiləşdirmə deməkdir. Ümumiləşdirmə. Birinci xəritədən ikinci xəritəyə baxsaq, birinci xəritədən ikinci xəritənin məsafələrinə baxsaq, miqyasların haqqında fikir söyləyə bilərik. Birinci xəritədə 3 sm, ikinci xəritədə 6 sm. Deməli, birinci xəritənin miqyası ikinci xəritənin miqyasından daha kiçikdir. Kəmiyyət daha böyükdür. Birinci xəritənin kəmiyyəti böyükdür. Birinci xəritənin kəmiyyəti böyükdür. Böyük olduğu üçün kəmiyyət miqyas kiçikdir. Bu xəritə məsafə də kiçikdir. Biz hər hansı bir ərazini daha çox kəmiyyət böyük olub çıxdıqca məsafə də qısalacaq. Ona görə generalizasiya daha kiçikdir. Və generalizasiya daha kiçik yox, daha çoxdur əksinə. Çünki bunun kəmiyyəti daha böyükdür. Kəmiyyət böyüdükcə generalizasiya neyinir? Artır. Generalizasiya artır. Kəmiyyət böyüdükcə generalizasiya artır. Deməli, bu kəmiyyət böyükdür, generalizasiya daha kiçik yox, daha böyükdür. Səhvdir. İkinci xəritənin miqyası daha kiçikdir. İkinci xəritənin miqyası daha kiçik yox, daha kiçikdir və ikinci xəritənin miqyası daha kiçikdir, yox, daha böyükdür. Çünki 6 sm-dir. Bunda 3, bunda 6-dır. İkinci xəritə miqyası daha böyükdür. Çünki məsafə daha böyükdür. 6 sm-dir. Hər iki xəritədə kiçilmə dərsi eynidir. Xeyr, biri 3, biri 6 sm ola bilməz. Sonra birinci xəritənin miqyası daha böyükdür. Birinci xəritənin miqyası daha böyük ola bilməz. Kəmiyyəti böyükdürsə, miqyas kiçikdir. Bu da yox. İkinci xəritə obyektlər daha müfəssəl təsvir olunmuşdur. Bəli, miqyas böyük olduğu üçün ikinci xəritə birinciyə nisbətən daha müfəssəl, daha dəqiq təsvir olunub. Çünki daha az sıxılıb. Kəmiyyət birə nisbətən daha kiçikdir. Y variantı. Coğrafi xəritələrdə hər hansı bir göstəricinin ərazi daxilinin dəyişməsinin vizual şəkildə hansı təsvir üsulu? Areal üsulu. Sonra iki fərqli xəritədə Xankəndi-Bakı arasındakı burada aid olanı soruşurdu. Bəli, burada aid olmayan. Təsvir olunmuşdur. Buna əsasən hansı fikir doğru olmadığını. Yenə biri 5 sm-dir Xankəndi-Bakı. 5 sm-dir xəritə məsafə. Biri Xankəndi-Bakı, biri 10 sm-dir xəritə məsafə. Biri 10 sm-dir. İndi, deməli, bunu biz miqyasları müqayisə eləsək, kəmiyyət birinciyə nisbətən kiçikdir. Daha doğrusu böyükdür. Kəmiyyət böyükdür.
Yəni buna nisbətən birinci xəritənin, burada ikinci xəritə. Birinci xəritənin kəmiyyəti ikinci xəritənin kəmiyyətindən böyükdür. Kəmiyyət böyük olduğu üçün məsafə də kiçik olur. Hər iki xəritə kiçilmə dərəcəsi eynidir. Ola bilməz, məsafələr eyni deyil. Eyni, doğru olmadığını soruşur. Elə doğru olmayan budur elə. Kiçilmə də eyni deyil. Birinci xəritə miqyası daha kiçikdir. Bəli, çünki 5 santimetrdir. Kiçik olduğu üçün kəmiyyət böyükdür. Kəmiyyət böyük oldu, miqyas da kiçilir. Kəmiyyət böyüdükcə miqyas kiçilir. Kəmiyyət nədir? 1 bölünsün 10 min məsələn. Bu kəmiyyətdir. Bu nə qədər böyüdükcə miqyas da kiçilməyə başlayır. İkinci xəritə miqyası daha kiçikdir. Doğrudur. Çünki daha az məsafədir. İkinci xəritə obyektdə daha müfəssəl təsvir olunur. Bəli, kəmiyyət kiçikdir, o miqyas böyükdür. Doğru. Birinci xəritə generalizasiya daha böyükdür. Bəli, miqyas kəmiyyət böyüdükcə generalizasiya artır. Generalizasiya artır. Bəli, bu da doğrudur. İkinci xəritə miqyası daha böyükdür. Bəli, çünki məsafə böyükdür. A variantı. Şəxsi qədər iqtisadi rayonun ərazisində, rayon xəritəsində hansı təsvir üsulundan istifadə olunub? Yenə burada kartodiaqramdan istifadə olunub. Xəritə müxtəlif illər bülbül və dovşanın coğrafi yayılması verilmiş. Bu xəritədə hansı təsvir üsulu verilib? Burada kartoqramdır. Həm yayılmasını, həm də kəmiyyəti verilib. Xəritələr çayların axın istiqaməti hansı təsvir üsulu? Axın istiqamət deyirsə, hərəkət xəttləri C variantı.